Ermənistanın baş naziri Nikol Paşinyan artıq ikinci ildir ki, 9 may faşizm üzərində qələbə günü münasibətilə təbrikində Şuşanın adını çəkmir. Turkistan az məlumat verir ki, bu haqda Hraparakın məqaləsində qeyd edilir. Nəşr yazır ki, ermənilər son 30 ildə Şuşanın işğalının ildönümü kimi 9 may tarixində böyük şənlik keçirirdilər. Ölkə rəsmiləri də hər vaxt 2-ci Dünya müharibəsindəki qələbə ilə Şuşanın alınmasını eyni mətlə qeyd edir və xalqa təbrik ünvanlayırdı. Ancaq Paşinyan son 2 ildə Şuşanın ümumiyyətlə adını çəkmir. Hətta mayın 9-u keçmiş qondarma rejimin ordusunun da yaranma günü olub. Hər zaman bu münasibətlə ölkədə 3 günlük bayram tətili elan edilib. Amma son illərdə bu məsələ də sıradan çıxarılıb. Xəbərə görə Paşinyan və komandası yerli hökumət idarələri, bələdiyyələr və digər qurumlara, o cümlədən siyasətçilərə təbrik mesajlarında Şuşanın adının çəkilməməsi əmrini veriblər. Ölkədə hakim Mülki Müqavilə Partiyasına tabe olan bütün qurumlar bu əmrə riayət ediblər.